Salam, necəsiz? Bugün sizinlə birlikdə kətə yeyəcəyik. Nə var, nə yox, yaxşısızmı? Deməli, sər-sər təndirə getmişdim. Getdim, gözəl o kətəni gördüm, orada təzə-təzə pişirirlər. Dedim, yox, mən bundan almalıyam. Mən bundan almalıyam. Bulqu falan almışam. İndi təndirdə isti-isti olaraq təzə-təzə olur. Qəşəkdə 2 dənə xala gördüm, pişirir. Əli, ayağı gördüm, tərtəmiz. Qəşək içinin göy zadı bol. Dedim, bir alım, bir bunu yiyeyim sər-sər. Uşaqlar hazırlıqdadır, hardasa gələcəklər, onlara da almışam. Atdım bunu, isti olmağına baxmayaraq, evə gətirənə qədər təbii ki, yolda soyuyur. Atdım bunu mikrovalnovkaya, arasını da qəşəng yağladım. Gözəl də, ürəyin istəyən. Mən kətəni bol yağlı xoşlayıram. Xoşlayıram o kətə yeyəndə damcılasın altından belə qəşəng yağ axsın. O dərəcədə yağlı xoşlayıram. İndi bunu qəşəng bükəcəm. Elə formada yeyəcəm. Burada mənim danışığımı alaq eləyənlərə görə mən danışığımı dəyişməyəcəm. İlahi nə dadlıdır. Ay Allah, ne güzel dadır. Süperdi. Bəzi yerlər var, kətənin içinə baş soğan var, onu doğrayıb qatırlar. Heç xoşlamıram, heç. Amma bu dadlıdır. İçində soğan zad yoxdur, çox dadlıdır. Deməli, keçən dəfə çəkdiyim videoda ancaq mənim danışığımı lağ eləyirlər. Yox, soğan var. Amma çox xırda şəkildə. Çox xırda elədiklərinə görə o soğan qəşəng pişib. Hiss olunmur azda. Mənim danışığıma lağ eləməyə ehtiyac yoxdur. Mən rayon qızıyam və rayonda yaşayıram. Bəzi özünü TikTok'da glamurka göstərən qızlardan deyiləm ki, danışığımı dəyişim. Olanım budur. Bəyənən baxa bilər, bəyənməyəndə blok eləsin. Yəni, içinizin kinini, qurdunu mənim videomun altında yorumlara tökməyə ehtiyac yoxdur. Zaten siz özünüzü bildirirsiniz. Mənim özümün izləyicilərim var, mənim özümün sevənlərim var. Yaxşı ki də varsınız. Öpürəm hamınıza. Deməli, keçən dəfə o əjdaha meyvəsində alfı yoxlamışam. Mən onu alanda satan adam yenicənə gətirmişdi və 2 dənə yeşiklə bir idi. Demək olar ki, ikincisinin, üçüncüsünü уже mən yedim alam. Məndən qabaq bir ikisi satılmışdı. Görürəm, videomun altına yazıblar ki, və görürsünüz, yağı nətər damcılayır, bol yağlı. Videomun altına yazıblar ki, sənin aldığın yerdəki dayı qiyməti qaldırıb. Mən 2 manat almışam, indi qaldırıb 7 manat eləyib. Bu da artıq haqsızlıq. Bu qədər də yox da. Mən görüncə deyir, sağ ol Əbad, sağ ol deyir, reklam eləyibsən, görürəm. Nə qəşəng çəkibsən videonu. Dedim, sən də sağ ol. Burası qiyməti qaldırmanın mənası yoxdur. Nə var o? Kətə ləzzət elədi. Göz haqqınızı halal eləyin. Allah haqqı dadlıdır. Bu arada 1 manat 20 qəpik almışam. Qiymət də süperdi. Qiymət də süperdi. Allah haqqı. Dadı da əladır. Almaq olar. Ləzzətlidir. Öpürəm hamınızı. Mən bir dənə çay içim, sonra da hazırlaşım işə gedim. Hələlik yaxşı ki varsınız mənim gözəl izləyəcəm.